Bu Yaponiyalı gimnastı. Hidenobu Yonekura. Bəli. Ayaqla tullanmada çıxışına hazırlaşır. Hidenobu Yonekura. Olduqca mürəkkəb bir hərəkət etmək istədi. Eniş hissəsi bir o qədər uğurlu olmadı. Ancaq elementin çətinliyi ona yaxşı xal qazandıracaq. Və bir gözümüz də dəstəli at üzərindədir. İdmançımız İvan Tixonov çıxış edəcək. Amma hələ var. Hazırda Nikolas Garfias öz çıxışını eləyir. Perolu idmançı. Ondan sonra Kolumbiyalı Andres Martinez Moreno mübarizəyə qoşulacaq və İvan Tixonov sonda öz çıxışına başlayacaq. Hələ Yaponiyalı idmançı bir qədər şübhəli bir eniş etdi. İlk öncə əlləri mi toxundu yerə, ayaqları mı? Mübahisəli məqam baş verdi. 13,566. Və indi ikinci çıxışını izləyəcəyik. Bəli, ikinci çıxışında da mürəkkəb bir hərəkət icra etdi Yaponiyalı idmançı. Dəstəli at üzərində kimdir? Bəli, Andres Martinez Moreno'dur. Dayaqlı tullanmada Hidenobu Yonekura öz çıxışını başa vurdu və qarşıda Böyük Britaniyalı Harry Hepworth çıxış edəcək. Hepworth. Hidenobu Yonekura isə